Gəlin mənimlə birlikdə palçıq vulkanlarında partiya gedək. Bilirəm, sizə də qəribə gəlir. Palçıq vulkanı hara, parti hara. Ötən gün Kompaniz çox maraqlı konsepsiyada bir parti təşkil etmişdi. Konsepsiya çox fərqli olduğundan görən kimi biletlərimi aldım. Mən bu palçıq vulkanlarını axırıncı dəfə uşaqlıqda görmüşdüm. Bir də Kompaniz sayəsində o gün gördüm. Qeyd edim ki, dünyadakı palçıq vulkanlarının çoxluğuna görə Azərbaycan birinci yerdə gəlir. Dünyanın 50% palçıq vulkanı Azərbaycandakı Xızı və Qobustandakı palçıq vulkanlarında yerləşir. Palçıq vulkanları həm də təbii qaz ehtiyatı ilə də zəngindir. Təbii ki, ölkəmizə turizm cəhətdən də maraqlı turistləri cəlb edir. İçək partimizin əsas məğzinə arxamızı palçıq vulkanlarına çevirib qəşəng əyləncəli bir partiya girdik. Girişdə maraqlı face-art edirdilər ki, bunu qaçıra bilməzdim. Face-artın qiyməti 5 manat idi. İstədiyiniz dizaynı çəkdirə bilirdiniz. Mən dizaynı onun özünə buraxdım, sonda isə bəyəndim. Burada da Avatar Out, Aritar In sloqanımızla partimizə davam edirik. Mən belə face-art 2 dəfə də elətdirirdim. Bəyənib bəyənmədiyinizi rəydə siz yazasınız. Təbii ki, mən ac olduğumdan və partidə də ancaq sendviç olduğumdan 5 manata belə bir toyuqlu sendviç aldım. Bu arada konsert biletinin bir nəfər üçün qiyməti 25 manat idi. Əgər siz əlavə avtobusla gedib gəlmək istəyirdinizsə, əlavə olaraq 10 manat ödəyəcəydiniz. Biz axıra qədər çox qalmayacağımızı bildiyimizdən öz maşınımızla getmişdik. Azərbaycanda belə palçıq vulkanlarında parti ilk dəfə idi keçirilirdi. Belə maraqlı partilərdən xəbərdar olmaq üçün məni və yaxud da Kompanizi izləməyi unutmayın.